Lakin kişiler arasında final görüşünün iştirakçıları tatamiye dəvət olunurlar. Sokrat Süleymanov'u ekranlarınızda görürsünüz. Azərbaycan komandası ve Abdüllatif Məhəmmədov Rusiya. Azərbaycan idmançısı qara, Rusiya karateçisi ise açıq rəngli kəmər bağlayır. Təbii ki, kəmərə əsasən belə söyləmək ki, Sokrat Süleymanov'un yarı təcrübəsi daha yoxdur və onun kəndləri daha istikrarlı və daha bir qüvvətli zərbəni müşahidə edirik. Sokrat Süleymanov yarışı qələbi ilə başa vurur. Beləliklə, Azərbaycan karateçisi Sokrat Süleymanov dünyanın mütləq şampiyonu adına layiq görülür. İdmançılar tatamiyi tərk edirlər və Sokrat Süleymanov yarışın qalibidir. Abdüllatif Məhəmmədov isə yarışı gümüş medalla başa vurdu. Azərbaycan komandasının daha bir üzvü Murad Tahirov turniri gümüş medalla başa vurdu. Münsiflər heyətinin üzvləri də karateçiləri təbrik edirlər. Siz bu fragmentlərin də təkrarını görürsünüz. Bax, bu zərbə çox tutarlı, sarsıdıcı alındı və Abdüllatif Məhəmmədov da bildirdi ki, mübarizəni davam etdirmək niyyətində deyil. Bəlkə